Herkese salamlayıram. Biraz vaxtım var idi deyə istədim bu məsələ ilə bağlı bir video çəkim. Deməli, Azərbaycan dili dövlət dili ilə bağlı məzmun xəttlərindən biri oxuyub anlamadır. Və 4-cü sinifdə də, yəni 4-cü sinifin dərsliyində də belə bir mütaliə mətni var və o mütaliə mətninin sonunda bir tapşırıq var. Bu tapşırıqda deyilir ki, mətni 30 saniyə oxuyun və sualları cavablandırın. Keçən dərsimizdə biz bunu etdik və şagirdlərin bir qismi oxusalar da 30 saniyə müddətində həmin mətni oxuyub çatdıra bilsələr də, lakin suallara cavab verə bilmədilər. Və bu da onun göstəricisidir ki, sürətli oxuyub anlama əsasdır, amma bunu bacarmırlar. Və ona görə də evə yenidən həmin mətni oxumağı tapşırdım. Amma onlar üçün bir sürpriz hazırlamışam. O həcmdə, həmin həcmdə yeni mətnlər tapdım və o mətnlərə suallar tərtib etdim. Bəzi mətnləri hazır şəkildə əldə etmişəm və həmkarlarıma da bu video ilə təşəkkürümü bildirirəm ki, belə bir mətnlər hazırlayırlar. Test və oxuyub anlamaq üçün kiçik həcmli mətnlər kifayət qədər idi və onlardan da istifadə etdim və gələn dərsimizdə şagirdlərə təqdim edəcəyəm və özü də eyni mətn deyil.